Təsəvvür edin, siz hər gün eyni yolla, eyni sürətlə işə gedirsiniz. Yəni illərdir bu belədir. Yazılmamış bir qanun var da, bilirsiniz, sol zolaq sürətlilər, sağ isə yavaş gedənlər üçündür. Hə, adətən yollarımızda yazılmamış qanunlar daha çox işləyir. Ay sağ ol, tam olaraq belədir. Amma qəfildən bircə cümləli bir rəsmi qərar gəlir və hər şey dəyişir. Sizi yalnız sizin üçün hazırlanmış bugünkü dərin təhlilimizdə salamlayırıq. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Bugün əlimizdəki mənbə çox qısadır, amma gündəlik həyatımıza birbaşa təsir edir. Bəli, cəmi bir cümlə, amma çox şey ifadə edir. Düzdür. Mənbədə deyilir ki, bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi. Vəssalam. Məqsədimiz də bugün məhz o tək cümlənin arxasındakı nəqliyyat mühəndisliyini anlamaqdır. Buranın ən maraqlı tərəfi odur ki, qərarda sürət sadəcə azaldılmır. Baxın, o diqqət çəkən əsas məqam. Qərarın bütün zolaqlara şamil edilməsidir. Heç bir istisna yoxdur. Yəni, o sürətli sol zolağa da eyni qayda tətbiq olunur. Tamamilə. Bu sadəcə kiçik bir yol nişanı dəyişikliyi deyil. Yəni, yolun o ümumi axınını, hərəkət dinamikasını tamamilə yenidən formatlamaq üçün atılan sistemli bir addımdır. Mənim də diqqətimi elə o bütün zolaqlar ifadəsi çəkdi. Bu sanki, necə deyərlər, müəllimin yalnız arxada səs-küy salanları yox, bütün sinfi eyni anda cəzalandırmasına bənzəyir. Çox yerində bənzətmədə, hə? Yəni, yalnız o sol zolaqdakı aqressiv sürənlər yox, onsuz da sağda yavaş gedənlər də yeni reallığa uyğunlaşmalıdır. Hər kəs eyni dərəcədə yavaşlamalıdır. Bəs bu qərar həqiqətən birbaşa təhlükəsizliyə xidmət edəcək, yoxsa sadəcə bütün maşınları eyni sürətdə hərəkət etməyə məcbur edib daha böyük tıxac yaradacaq? Məsələ də elə ondadır. Sürücü psixologiyası ilə riyazi fizika arasındakı əsas münaqişə buradadır. Bilirsiniz, sinifdən fərqli olaraq yolda o arxada səs-küy salanlar, yəni o aqressiv sürücülər, sadəcə nizamı pozmur, maşınların mütləq sürəti deyil. Əsas məsələ maşınlar arasındakı sürət fərqidir. Bir dəqiqə. Deməli, əgər mən solda 110-la, sağda isə kimsə 70-lə gedirsə, əsli təhlükə budur. Dəqiq. Eyni yolu paylaşanda qəza riski eksponensial olaraq artır. Hər kəsi eyni yavaş sürətə salmaqla əslində həmin sürət fərqlərini sıfıra endirməyə çalışırlar. Sizin o ləngimə kimi gördüyünüz şey əslində axının homogenləşdirilməsidir. Amma insan psixologiyası qarşısında boş yol görəndə qaza basmaq istəyir axı. Hamı bir-birinə yaxınlaşanda biz daha güvəndəyik. Bəli, indi o bayaq toxunduğumuz domino effektini xatırlayın. Təsəvvür edin, sol zolaqda yüksək sürətlə gedirsiniz, amma qarşıda kimsə qəfildən tormuz verir. Siz də tormuza basırsınız, amma reaksiyanız bir saniyə gecikdiyi üçün bir az daha sərt tormuz verməli olursunuz. O tıxacın mənbəyində dayanan ilk adam bəlkə də sadəcə xırda bir manevr edirdi. Yəni, o xəyalət tıxaclarının səbəbi yoldakı maşınların sayı deyil, sadəcə sürətlərin uyğunsuzluğudur. Bir növ sistemdəki o xırda ritm pozğunluqları dalğa kimi böyüyür. Tamamilə doğrudur. Bütün zolaqlarda sürəti bərabərləşdirib azaltdıqda sürücülərə reaksiya vermək üçün daha çox vaxt qazandırılır. Tormuz dalğaları heç yaranmamış sönür. Yəni hamının biraz yavaş getməsi sistemin ümumi buraxılış qabiliyyətini artırır. Bax, bu həqiqətən də əksintuitivdir. Deməli, qırıq-qırıq tez-tez tormuz verərək saatda 100-lə getməyə çalışmaqdansa, hamının eyni ritmdə fasiləsiz 70-lə getməsi bizi evimizə daha tez çatdırır. Dəqiq belədir. Əgər bunu daha geniş mənzərə ilə əlaqələndirsək, bu qərar fərdi azadlıqlarla kollektiv səmərəliliyin toqquşmasıdır. Tək bir qayda minlərlə insanın səhər qrafikini və evdən çıxma vaxtını dəyişir. Siz bəlkə də fərqində olmursunuz, amma o yavaş sürət sayəsində yolunuzdakı onlarla potensial tıxac heç vaxt baş vermir. Biz o sürət nişanlarına sadəcə qanun çərçivəsi, cərimə qorxusu kimi baxırıq, amma onlar əslində məkan və zamanla rəftarımızı müəyyən edən cəmiyyətin birgə ritmini təyin edən metronomlardır. Elədir. Bizə fərdi egolarımızı kənara qoyub, vahid bir axının hissəsinə çevrilməyi öyrədirlər. Beləliklə, bu qərarların məqsədi bizi sırf yavaşlatmaq deyil, zərərli tormaz dalğalarının qarşısını almaqdır. Gələn dəfə sükan arxasında olarkən bu qərarların sizin gününüzü necə idarə etdiyini düşünün. Hamının eyni sürətlə yan-yana getməsi sizi o qəzəbləndirən görünməmiş tıxaclardan qoruyan mürəkkəb bir mühəndislik həllidir. Və bu bizi çox vacib və fərqli bir sualla yekunlaşdırmağa vadar edir. Əgər hər kəsin ritmini uyğunlaşdırmaq təhlükəsizliyin yeganə açarıdırsa, bu sistemdəki ən zəif həlqə ilə bizik, yəni insan amili. Düzdür, insan həmişə səhv edə bilər. Bəli. Əgər biz təhlükəsizliyi təmin etmək üçün sürət hədlərini davamlı olaraq endiririksə, mütləq təhlükəsizlik nöqtəsi 0 sürətdirmi? Bəlkə də gələcəkdə biz sırf risklərdən qaçmaq üçün hərəkət sürətimizdən tamamilə imtina edəcəyik. Çox fəlsəfi yanaşmadır. Yəni, idarə etməni tamamilə süni intellektə verəcəyik. Bəli. Maşınlar bir-biri ilə sinxronlaşacaq, biz isə sadəcə oturub o qüsursuz axını izləyəcəyik.
təhlükəsizlik naminə sürət qərarından tamamilə imtina etmiş olacaq.